Salam, sabahınız xeyir olsun. 15 aprel 2026-cı il tarixidir. Yaz fəslinin 27-ci günü, Şəvval ayının 27-ci günüdür. Şəvval ayı üçün sonuncu həftə olaraq, demək, 3-cü çərşənbə günüdür. Hər birimizə bu günü xoş, gözəl keçirməyə arzu edirəm. Bu gündə də işləri arxasınca gedən, iş yerlərində işləri ilə məşğul olanlar, eləcə də evdə ev işləri ilə, evdarlıqları ilə məşğul olan hər bir şəxsə can sağlığı, iş abadlığı arzulayıram. Bol bərəkətli, ruzili bir gün keçirmələrini arzu edirəm. 15 aprel günündə demək, imtahan verən məktəblərə can sağlığı, zehin açıqlığı arzulayıram və bununla yanaşı isə 15 aprel günündə təhsili ilə məşğul olanlara, məktəblilərə, o cümlədən orta ixtisas, ali məktəb tələbələrinə can sağlığı, zehin açıqlığı, iş abadlığı arzulayıram. Qarşılarına qoyduqları məqsədlərə, hədəflərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzu edirəm. 15 aprel günündə kimlərin rəhmətə gedənləri var, Allahdan rəhmət, səbir diləyirəm. 15 aprel günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. Bununla yanaşı 15 aprel günündə bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün qazi ailələrini, şəhid ailələrini, bununla yanaşı Azərbaycan ordusunu bugün də salamlayıram. Hər birinə gözəl bir gün keçirmələrini arzu edirəm. 15 aprel günündə kimlər ad gününü, şad gününü, xoş gününü qeyd edir, hər birinə can sağlığı arzu edirəm və bu münasibətlə hər birini təbrik edirəm. Bununla yanaşı isə 15 aprel günündə tarixi günlər vardı, eləcə də anım günü vardı. 15 aprel Zərifə Əziz qızı Əliyeva 1985-ci ildə 41 il əvvəl dünyasını dəyişmişdir. Zərifə Əziz qızı Əliyevəyə Allahdan qəni-qəni rəhmət diləyirəm. Zərifə Əziz qızı Əliyeva Azərbaycan Respublikasının avtomobiliya sahəsində böyük xidmətlər göstərmiş, böyük xidmətlər eləcə də töhfələr vermişdir. Bununla yanaşı isə Zərifə Əziz qızı Əliyeva 15 aprel günündə hər il anım günü olaraq onun üçün keçirilir. Bununla yanaşı onun bu avtomobiliya sahəsində başladığı yolu davam edən davamçıları vardır və onlar uğurla bu yolu davam edirlər. 15 aprel günündə 1738-ci ildə Londonda Georg Friedrich Händel İtalyan operatorlarından olan Sersin premyerasının baş tutduğu gündür. Bununla yanaşı isə 15 aprel 1755-ci ildə Londonda Samuel Johnsona aid İngilis dili lüğətinin nəşr edildiyi gündür. 15 aprel 1795-ci ildə Litva Rusiya imperiyasına birləşdirildiyi gündür. 15 aprel 1924-cü ildə Rand Mankilə aid olan demək, yol avtomobilləri üçün ilk dəfə olaraq yol atlasının nəşr edildiyi gündür. 15 aprel 1926-cı ildə isə Amerikan Airlines-ə aid olan ilk təyyarənin uçuş həyata keçirdiyi gündür. Bununla yanaşı 15 aprel demək 1970-ci ildə Yaponiyada ilk elektron kalkulyatorun hazırlandığı gündür. 15 aprel 1992-ci ildə Azərbaycan Respublikası ilə Fələstin arasında diplomatik əlaqələr qurulduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.